Əvvəla onu deyim ki, Cənab Prezident məni bu universitetə rektor təyin edən zaman mənə verdiyi tapşırığı istəyirəm söz-bəsöz təkrarlayım. Cənab Prezident dedi ki, Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır. Dünən Qlobal Reyting Agentliyinin QS-nin növbəti açıqlaması ilə, sevincli açıqlaması ilə gəldik. Bugün dünyanın ən yaxşı 634-cü universitetimiz. 2015-25-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin alimlərinin Scopus'da indekslənmiş məqalələrin sayı 378 dəfə artıb. Bu templə artan dünyada ikinci bir universitet yoxdur. İqtisad Universitetinin yetərincə potensialı var və İqtisad Universitetinin ən böyük potensialı bizim məzunlarımızdır. Biz İqtisad Universitetinin potensialından daha dolğun istifadə etmək istəyirik. Biz istəyirik ki, məzunlarımız İqtisad Universitetində söz sahibi olsunlar. Biz istəyirik ki, məzun birliyini təsis edək ki, ondan sonra dünyada bu istiqamətdə həyata keçirilmiş tədbirlərə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarının fəaliyyətini təşkil edək. Təşkilini dəstəkləyən onlayn bir platformadır. Platformada bizim məzunlar birlikdə keçirək şəxsi profillər yarada bilər, öz qrup yoldaşlarına, digər məzunlarla bağlantılar yarada bilər və milletin son xəbərləri, həmçinin tədbirlər barədə məlumat ala bilərlər. Azərbaycanı dünyada tanıtmaq üçün böyük işlər görülür. Amma ən böyük nailiyyət odur ki, millətin elmi, təhsil səviyyəsi yüksəlir və bunu bayaqları Ədalət müəllimin verdiyi məlumatlardan siz görürsünüz. Dövlətin iqtisadi inkişaf səviyyəsi o vaxt güclü olur ki, onun güclü elmi potensialı var, onun güclü kadr potensialı var.